Salam dəyərli şagirdlər, ümid edirəm ki, hər biriniz yaxşısınız. Bu günləri sizinlə modal feillər bölməsindən yeni mövzular ki var burada, hansı ki keçən il ancaq bildiyimiz məlumatlar düşürdü. Bilirik ki, əksəriyyətimiz modal feillər, belə deyim, asan bölmələrdən biridir. Sadə qaydası var, hansından sonra to işlənər, hansı keçmişdə işlənə bilər, sinonimləri nələrdir, mənaları nələrdir və tərcüməni də bildikcə rahat tapa bilirdik. Sadəcə bu ilkin mövzularda bizim should have, should have kimi formalarımız var. Bu general speaking-də, B2 level grammar-da keçirilirdi. Amma artıq bu ildən bizim Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi buraxılış imtahanında da var deyə istədim ki, bu qaydadan da agah olun. Bununla paralel dərsə keçməzdən əvvəl sürət qruplarımız haqqında məlumat vermək istəyirəm. Sürət qruplarımıza artıq qeydiyyat başlayıbdır. Təkrar məqsədi ilə sürət qrupuma gəlib qoşula bilərlər. Onlayn şəkildə keçiriləcəkdir və həftədə 3 dəfə da keçiriləcəkdir. Hər dərsin rekordu atılır, dərsdə bütün bacarıqlar inkişaf elətdirilir. Dinləmə olsun, mətn olsun, writing olsun, esse yazılması ilə bağlı xüsusi qızıl qaydalar keçirilir mən tərəfindən. Dərslərin sıfırdan izahları, qrammatika mövzusunun sıfırdan sona kimi izahı keçirilir burada və ondan əlavə də onu deyim ki, həmçinin dərs keçdikdən sonra bizim kvizlərimiz olacaq, OTK-nın sınaqlarının izahı olacaq, fərqli dim toplularından, imtahanlardan, sınaqlardan, dinləmələrdən çıxarılan vocabulary listlərimiz olacaq, hansı ki bu sözləri öyrənmək bizim üçün çox önəmlidir. Müəllim olaraq həmişə şagirdlər görüb, yəni ünsiyyətcil müəlliməyəm, sosial müəlliməyəm, şagirdləri başa düşməyə çalışıram hər zaman. Amma ki, dərsin tələbkarlığı öz yerində, yəni şagirdlərin qoşulanlardan da, mesajlarından, kommentlərdə olan şərhlərindən bilə bilərsiniz ki, dərsim çox keyfiyyətli, yeri yerində, ardıcıl, qısa və lakonik qaydalarla keçir. Həmçinin də onu demək istəyirəm ki, sürət qrupundan tövsiyəm odur ki, sıfırdan başlanan qrupa indidən qoşulun. Yəni ayın ortasından düşünmürəm ki, şagird götürə bilərəm. Çünki bildiyiniz kimi qruplarıma müraciət çox olur. Qruplarıma qeydiyyat tez bir şəkildə dolduğuna görə biz artıq başladığımız müddətdən artıq tələbələri götürə bilməyəcəyik. Həmçinin də onu əlavə edim ki, şagirdlərimdən 100 bal toplayan şagirdlərim içərisində sürət qrupundan da 2, səhv etmirəmsə 3 nəfəri sürət qrupundan qoşulmuşdu. Özü də xüsusilə esse və yaxud da listingdə boşluqları olduğu üçün dərslərimə qoşulmuşdu və biz bunların hər biri üzərində eyni formada qaldığımız üçün bacarıqlarımızı daha da möhkəmləndirib, yəni özümüzü işimizi şansa buraxmırıq, çünki görmədiyimiz sual tipi olmur və tam rahat şəkildə imtahanda iştirak edib əziyyətimizi doğrulduruq. Düzdür, 90 plusdan onsuz 100 bala namizəd ballardır, amma tam 100 olanları mən onsuz paylaşmışam. Yəni girib səhifəmizdən baxa bilərsiniz, Ellər Akademinin səhifəsindən, hansı ki postda paylaşılmalıdır bu haqqda. Yəni bu 100 balın 50% şagirdin üzərində olsa da 50% də bizim müəllimlərin üzərindədir. Düzgün şəkildə istiqamət lazımdır. Siz də sürət qruplarıma qoşularaq metodikamdan tanış ola bilərsiniz. İndi isə keçid edirik modal feillər mövzusuna, hansı ki qısa şəkildə bir özət verəcəm sizə. Nələr var? Yəni fraqman kimi nələr var idi burada? Can var idi. Can nə idi? Bilmək mənasını verirdi. Can qısa şəkildə onu deyəcəm ki, indiki zamandan uzlaşırdı yalnızca, candan sonra to gəlmirdi. Həmçinin də can xahiş mənasında işlənir. Can'in sinonimi to be able to-dur. Həmçinin də can'in keçmiş zaman forması could-dur. Onu da yazaq. Could. Əlavə olaraq da onu deyim ki, could bəzən keçmiş zamanda bildi mənasını verə bilər, amma həmçinin could keçmiş zamanla bərabər xahiş, təklif mənasında indiki zamandan da uzlaşa bilər. Məsəl üçün deyə bilərəm, could you open the door please? Yəni zəhmət olmasa aça bilərsən qapını. Xüsusilə ekstra nəzakətli halda formada biz bunu işlədə bilərik. Yəni could-u indiki zamandan da xahiş mənasında işlədə bilərsiniz. To be able to var uşaqlar. To be able to can'in sinonimidir. Əslinə qalanda məna fərqi biraz var. To be able to nadir olan bir bacarığı bacarmaq mənasındadır. Ki, dimdə onsuz o düşmür. Yəni, məlumatınız olsun deyə dedim. To be able to'nun zaman formaları var. Am, is, are able to. Sonra varımızdır. Was, were able to. Xüsusilə gələcəyinə fikir verin. Shall be able to, will be able to. Yəni, demək istədiyimiz nədir? Burada yazıram. Shall və yaxud da will. Will'in mütləq şəkildə nəyi olmalıdır? Be'si olmalıdır. Shall be able to, will be able to'nun inkarında da won't be able to olur. Yəni bu rahat qaydadır deyə qısa şəkildə keçmək istəyirəm. Çünki vaxtımız limitlidir. Əsas təzə mövzuya keçid eləyəcəm bundan sonra. May bilirik, bilmək mənasındadır. Ehtimal da verə bilir. Bir şeyin olma ehtimalı 50%-dirsə, may'dən istifadə edə bilərsən. Əgər olma ehtimalı 50%-dən aşağıdırsa, bu oldu 50%, düzdür? Sən bunun keçmiş zaman formasına istifadə edə bilərsən.
Might bir ehtimal verə bilər 35% mənasında. Bir də might ola bildi mənasında main nə idi? Keçmişidir. Must'a keçid edirik. Must'ın mənası məluməlidir. Özündən sonra to gəlməyəcək. May kimi, can kimi. Ancaq indiki zamanda işləndi must. Və şəxsi məcburiyyətdir. Yəni, tutaq ki, sən xəstəsən, həkimə getməlisən deyirsənsə, orada have to deməyəcəksən. Have to daha çox qanuni məcburiyyət, obligation kimi gedəcək. Amma must şəxsi məcburiyyətdir. Yəni, getməlisən ki, həkimə, çünki yaxşı görünmürsən də gözümə. For example, deyə bilərəm ki, you look ill, you must go to doctor və yaxud da you must see the doctor da deyə bilərsən. Must keçmiş zamanda işlənməz. Ona görə must'ın sinonimindən istifadə edəcəksən. Şəxsə görə dəyişə bilən have to var. Has to var uşaqlar. Həmçinin bunun keçmişi nədir? Had to. Yaxşı. Dediyim kimi bu artıq qanuni məcburiyyətdir. İndiki zamanda have to, has to ilə işlənəcək. Keçmişi had to olacaq. Bitmişi də var uşaqlar. Deyə bilərsən have had to, has had to, keçmiş bitmişi had to kimi. Çox inanmıram düşdün. Əsas formaları bunlardır. Buna xüsusi diqqət edəcəyik nəyə görə? Yeganə burada uşaqlar have to, has to, had to da sual və inkarın düzəlməsi fərqlidir. Yəni fikir verirsiniz ki, can-dir, to be able to, may, must, need, should, ought-dur. Bunların hər birinin sualı özü ilə düzəlir. Amma bir dənə have to-dur ki, bunların sualı inkarı özü ilə düzəlmir. Do, does didlə düzələcək. Yəni indiki və belə deyim, keçmiş zamanlarında. Gələcək zamanda misal üçün will have to deyirsən, düzdür? Hə. Will have to deyirsənsə, təbii ki, sən burada sualını will ilə düzəldəcəksən. Yaxşı? Buna xüsusi diqqət edirsiniz. Sonra şagirdlər nə ilə çaşdırır? Will be have to deyirlər. Nəyə görə? Çünki mən sizə demişdim axı, to be able to da will be able to deyirsən, shall be able to deyirsən. Elə bilirlər ki, burada da will be have to-dur. Xeyr, olmayacaq. Will have to və yaxud da shall have to olacaq. Növbəti uşaqlar keçid eləyirik burada nəyə? Sualını dedik, sualı düzəldi nə ilə? Do, does, didlə. İnkar da təbii ki, don't have to, doesn't have to və didn't have to formatında olacaq. Need, should və ought-tuya baxsaq, should-la ought-tuya birinci baxaq. Should-la ought-tu ikisi də sinonimdirlər. Gərək deməkdirlər. Nə isə olma ehtimalı etsən də olar, etməsən də olar. Yəni etiket qaydaları ola bilər. Məsələn, yaxşı olar ki, sən tutaq ki, filan şeyi eləyəsən, məsləhət. Yaxşı? Nəsihət, məsləhət tipdədir. Gərək mənasını verir. Aralarındakı bir dənə fərq odur ki, ought-dan sonra nə olacaq? To gələcək. Should-dan sonra to gəlməz. Buna xüsusi diqqət. Fikir ver. Sual cümləsində ought to, ought-la to ayrılır. Misal üçün nə deyəcəm? Sualda deyirəm. Ought she to go deyəcəm. To go to school, for example, qısa yazaram da. Və yaxud da inkarda nə deyəcəm? Deyəcəm she oughtn't to go. Bu yox, bu rahatdır, amma bunun sualında şagirdlər çaşır. Və bu to-nu qarışdırırlar. Ya da should yaza bilirlər, ona diqqət edirsiniz. Xüsusilə yadda saxlayın, həmişə şagirdlərə onu demişəm. Have to, has to, had to elə bir sözdür ki, bunlar elə bir əkiz bacıdırlar da, yəni əkizdirlər, bir-birlərindən ayrılmırlar. Aralarına heç vaxt söz girməz. Haven't to deyə bilmərsən, have misal üçün I have to deyə bilmərsən, do I have to deyəcəksən. Yaxşı? Yəni bunlar həmişə bitişik olurlar. Ayrılmaz ikilidirlər bunlar. Yaxşı? Buna xüsusi diqqət edirik. Need hissəsinə baxsaq uşaqlar. Gəlin need-ə baxaq. Okey uşaqlar, biz burada need-ə baxırıq. Need ehtiyacı olmaq mənasını verir. Sadəcə iki yerə bölünəcək. Need olacaq bir modal kimi, bir də əsas feil kimi. Modal feil kimi, bir də əsas feil kimi. Əsas feil kimi baxırıq buna. Okey. Baxırsan ki, modal feil kimi, yadda saxlayırsan ki, need. Needin sualı, inkarı və sualı özü ilə düzələcək. Diqqət eləyirik. Özü ilə düzəldi. Əsas feil kimi şagirdlər, sualı inkarı özü ilə düzəlməyəcək. Sualı inkarı do, does və did ilə düzələcək. Bu bir fərq. İkinci, need-dən sonra to modal feil kimi heç vaxt gəlməz. Əgər sən də cümləndə desə ki, modal feil olan cümləni seç, need-dən sonra to-nu versə, bilirsən ki, need burada əsas feildir. Həmçinin burada əsas feil kimi need-dən sonra feil gəlirsə, mütləq şəkildə sən to hissəciyini yazmalısan. Sonra need şəxsə, kəmiyyətə, zamana görə dəyişmir. Modal feil kimi sən needs və yaxud da needed deyə bilmərsən. Yaxşı, bunlar səhvdir modal feil kimi. Amma burada şəxsə, kəmiyyətə görə dəyişəcək. Həmçinin she need deyə bilmərsən, she needs deyəcəksən. Keçmişdə needed deyə bilərsən. İnkarında deyə bilərsən, misal üçün.
didn't need deyə bilərsən. Yaxşı, bunları gördük, bu düzdür. Sadəcə modal feil deyil. Buna xüsusi diqqət. Sonra əlavə nə qeydimiz olacaq? Təbii ki, biz bilirik ki, əsas nəyi unutdum deməyi. Modal feillərdən sonra mütləq şəkildə əsas feil gəlməlidir. Sadə feil gəlməlidir. Yəni sənə demək istədiyim odur ki, sən need-i gördün. Məsəl üçün I need deyim də. I need deyirəm, düzdür? I need-dən sonra, misal üçün, sənə sadə bir feillər versəm, went versəm, təbii ki, sən burada sadəcə qolunu götürəcəksən. Nə şəxsə görə, nə də zamana görə dəyişməyəcəksən. Həmçinin need-dən sonra sən burada isim kimi deyə bilərsən, I need money, bu da yanlışdır. Çünki sənin burada nəyin yoxdur? Əsas feilin yoxdur. Amma əsas feil kimi sən deyə bilərsən, bəli, burada deyə bilərsən. I need money, yəni need-dən sonra sən isim işlədə bilərsən, okeydir, artiklı, an artiklı, the artiklı və yaxud da sifət görə bilərsən. Bunlar yəni okeydir. Amma modal kimi need-dən sonra mütləq əsas feilim gəlməlidir. Buna xüsusi diqqət. İnkarı needn't olacaq, don't need olmayacaq, buna da xüsusi diqqət. Əsas nüanslardan ən qarşılıqlardan biri need idi, onu dedik, have to, has to-nu dedik. İndi keçid edirik nəyə? Burada nəyi deməlidim sizə? Burada bəzi sözlərimiz var. Can-di, may-di, must-dı, elə have to, has to-nun özüdür. Need, should, ought to. Bunlar indiki zamandan uzlaşırlar. Düzdür, have to, has to-nun keçmiş zaman forması var, had to kimi. İndiki zamandan uzlaşırlar, yəni keçmiş zamanda olan cümlə ilə uzlaşmayacaqlar. İndi təzə test tiplərimiz olacaq uşaqlar. Ona keçid edəcəyik. Ona keçid etməzdən əvvəl bunu deyək. Misal üçün, deyə bilərəm ki, deyirəm ki, mən üzə bilirəm, düzdür, bir dənə sadə bir cümlə. Deyəcəm nə? I can swim. Mən üzə bilirəm. Misal üçün, burada deyirəm uşaqlar, mən üzə bilirəm, I can swim, düzdür və mən bunu indiki zamanda olan cümlələrlə uzlaşdıraram. Bir də var, bu modal feillərdən sonra bitmiş zamanları gəlir. Yaxşı, bitmiş zaman kimi işlədə bilərsən. I can have swam kimi. Yəni, necə düşəcək? I yazacaq, nöqtə, 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 swam yazacaq. Düzdür? Sən də şoka düşəcəksən ki, axı biz öyrənmişik, modal feillərdən sonra sadə feil gəlirdi. Və müəllimənin dediyi qayda ilə bu paradoks oldu, üst-üstə düşmədi. Mən indi sənə əlavə bir qaydada deyirəm, yeni qaydadır, diqqətli ol burada. Yeni qaydada deyir ki, yeni deyil, əvvəldə vardı speakingdə, yeni dimin mövzularına əlavə olunub. Kaş mən üzə biləydim, regretdir də, yəni necə deyim, bir şeyin təəssüf hissini keçirirsənsə, kaş ki üzəydim mənasında deyirsənsə, onda modal feildən sonra have yazacaqsan bitmiş zaman forması və nə yazacaqsan? Verb 3 yazacaqsan. I can have swam deyəcəksən, kaş üzə biləydim. Və daha çox bu zaman forması keçmiş zamandan uzlaşır. İndi bunun başlığını sizə verdiyimə görə rahat şəkildə testdə tətbiq edə bilərəm. Gəlin seçmə suallara baxaq. Seçmə suallara baxaq görək. Gəlin seçilmiş suallara baxaq. Mən həmişə şagirdlərə heç vaxt... Gəlin 195-ci sualdan başlayaq. Mən həmişə şagirdlərə testin heç vaxt əvvəlindən işlətmirəm. Yəni onu evdə rahat işləyə bilərlər də. Amma burada çətinlərdən işləyirik ki, axırlara gələndə həyəcana düşməyək ki, fərqli sual tipidir, biz bunu öyrənməmişik kimi. Xüsusilə burada nəyə fikir verəcəksiniz? Misal üçün, burada listen olsaydı, uşaqlar, boş listen sözü olsaydı, avtomatik, ya ought to-nu götürərdin, ya have to-nu götürərdin, yaxşı. Amma fikir verirsən, burada listen var. Deməli, bu nədir? Feilin 3-cü formasıdır, düzdür? Yəni, verb 3-dir. Verb 3 isə mən nə demişdim sənə? Bu deməli, peşmançılıqdır. Yəni, ki, kəş sən mənim deyir, mənim məsləhətimə qulaq asaydın. İndi görsən vəziyyəti, bu tipdədir tərcümə. Kəş qulaq asaydın mənasında yaxşı olar ki, sadə modal feilləri çıxasan. Həmçinin burada ought not to have olardı. Bu da səhvdir Y variantı. Tərcüməyə əsasən təbii ki, sən burada şudu götürəcəksən. Yəni, qulaq asaydın. Burada tərcümə də önəmlidir. Sonra 19-da da qan sözünü görürsən, verb 3-dir. Sadələri çıx, might-ı, could-u çıx. Sonra ought to-nu çıx, sadə modal feilləri. Y-də nə səhvdir? Ought-un nəyi yoxdur? Ought to have yazılmalıydı. Yazılmayıb, ona görə Y variantımız da yanlışdır. Təbii ki, burada götürəcəksən C variantını. Yəni, bu tipdə işləyəcəksiniz, rahat olacaq. Yəni, gözümüzdə böyüdəsi bir şey yoxdur. Əslində, bilməyiniz daha yaxşıdır, onu da deyim. Səbəb odur ki, imtahanda inanıram ki, düşəcək
və çətin bir şey də deyil. Sadə modal feildən sonra sadə feil gəlirsə bu indiki zamandan uzlaşdı. Modal feildən sonra feilin üçüncü forması gəldisə have-lə. Bilirsən ki, bu nədir? Bu keçmişlə bağlı bir təəssüf hissidir, peşmançılıq hissidir. Bunlarla işlənir. Filan şey kaş edə biləydim. Bu tipdədir. Bu bir növ bilirsiniz həm də nəyə oxşuyur? Biz conditionalda bundan əvvəlki videoda sizə izah eləmişdim, o mövzudur. Elə bil gedəcək orada second, third conditionallar var, onlarla bağlı bir şeydir. 206-ya baxacağıq. Deyir, I seen this film, it's marvelous. Çox möhtəşəmdir. Və yenə seen-i gördüm, verb 3-dir, düzdür? Verb 3 olduğuna görə təbii ki, sadələri çıxırsan, sadə modal feilləri çıx. Sonra ought-un to-su yoxdur. Yenə burada ought bizi tapdı. Buna çıxdın, artıq burada tərcümə eləməlisən. Nə deyəcəksən? Deyəcəksən ki, kaş bu filmi əvvəldən izləyərdim. Möhtəşəmdir. Ona görə götürəcəksən C variantını. 207-yə baxırsan, bu açıq sualdır, səhv etmirəmsə. As I have been ill since last Friday, yəni keçən bazar 5-ci gündən bəri xəstə olduğuma görə, hələ indi də xəstəyəm də, çünki have been deyir, indi də xəstədir. Mən nə etməliyəm? İndi dostlarımla olan görüşü təxirə salmalıyam. Put off nədir? Postpone sinonimində yazaq. Sizə bir bonus olsun. Təxirə salmaq deməkdir. İndi görürsən ki, now sözü burada bizə deyir ki, mən keçmiş ola bilmərəm və təxirə salmalıyam deyirəmsə, inkarı çıxaram. Need-dən sonra modal feil kimi bizə modal feil deyir. Modal feil kimi to gəlməz. Təbii ki də burada nəyə götürəcəksən? 2 ilə 4-cü variantları götürəcəksən. Sonra baxaq, əlavə nələr işləyə bilərik burada. Misal üçün 3-cü suala baxa bilərik, bu da modal feildir. Bax, burada sənə nə deyir? Bax, demək istədiyim budur. Choose the sentences with the modal verb. Cümləmizdə modal feil olan cümləni tapacaqsan. Modal feildə mən sənə demişəm ki, have-dan sonra mütləq to işlənməlidir. Hanı to-su yoxdur. Biri çıx. Bax, 2-də did gəlib, sualda have to olub, düzdür. Ümumiyyətlə, yadda saxla. Bəzən şagirdlər onu qarışdırır. Have to-nu bildiyi heç. Has to ilə had to, hansı ki, has to, belə yadda saxla. Had to. Bizə sadəcə təsdiq cümləsində lazımdır. Sualı və inkarları burada necə olacaq? Təbii ki, nə yazacaqsan? Yazacaqsan nə? Does have to və yaxud da nə yazırsan? Yazırsan keçmişdə did have to. Yaxşı? Okay. Növbəti inkar cümləsində burada indi suallarını yazdım. İnkarında nə deyəcəm? Deyəcəm ki, she doesn't have to deyəcəksən, təbii ki. Və yaxud da necə deyəcəksən? Keçmişdə nə deyəcəksən? Deyəcəksən ki, she didn't have to. Yaxşı? Buna xüsusi diqqət eləyəcəksən. Yəni, fikir ver burada. Have to, have to, have to. Bunlar bizə ancaq görsən, sualda, inkarda have keçir. Sən does və diddən bilirsən ki, bunlar indiki və yaxud da keçmiş zamandadır. Okay, deməli 2-ni götürdük. 3-ə baxırsan, we don't deyir. Don't have-dan sonra nə olmalıdır? To olmalıdır. Yoxdur, ona görə yanlışdır. 4-ə baxırsan, you needn't ask deyir. Needn't-dən sonra, needin inkarı özü ilə düzəlib, okeydir. To-suz feili işlənib, okeydir. Ona görə götürəcəksən D variantını. Yaxşı. Növbəti hissəyə baxırıq burada. Son bir sual da izah edək. Need-lə bağlı olsun, need istəyirəm olsun, need. Deməli, burada da bizdən modal feil istəyir. Didn't have to, doğrudur. 2-də I often have to, have to-su var, doğrudur. Needn't-dan sonra to gəlib, yanlışdır, modal feil deyil. Won't be able to, ola bilər. Want-un birisi var, able to-su da var, okeydir. Bir də mütləq işlənməlidir. Burada sual cəsdən sonra, have-dan sonra nə işlənməlidir? To işlənməlidir. Variantımız olacaq A variantı. Okey. Növbəti hissəyə baxıram. Növbəti bir dənə də buradan nəyə baxaq? Açıq suala baxaq. Vəsə, bitsin. 209-cu suala baxırsam. Get a driving license when you were 18. Burada were-ə fikir ver. Bax, were keçmişdir. Keçmişdirsə, fikir verirsən ki, heç vaxt have indikidə işlənməyəcək. Həmçinin have sualda cümlənin əvvəlində işlənməz. Necə olmalı idi? Nəsə burada do you have to olmalı idi. Ona görə 3 çıxdı. Sonra could you da deyə bilərsən. Düzdür, keçmişdə were you able to da deyə bilərsən. Düzdür. Did you have nəyi çatmır burada uşaqlar? To-suz çatmır. Ona görə sualımız yanlış oldu. Cavab olacaq 1-2. Sonra bax 210 tiplə sualı, ki axırıncı sualdır da. deyə gedirəm. Nəsə 210 tipdə nəyi deyirəm sizə? Bax, go-dan sonra to gəlir, hə? Bu go-dan sonraki to-ya görə sən burada ought-u götürə bilmərsən.
Burada ought olsaydı, misal üçün də deyirəm, şagirdlər bunu qarışdırır. Ought you to go to olardı. Buradakı to, belə deyim, məkan bildirəndə preposition of place deyərsən, zaman bildirən, yer bildirən sözünüdür. Yəni sən bu to ilə qarışdırma. Əgər burada go-dan əvvəl də to olsaydı, sən orada ought-u yaza bilərsən. Amma yoxdursa, təbii ki, sən burada should yaza bilərsən. Çünki go-dan sonrakı sözə sən fikir vermə. Go-dan əvvəlki to hissəciklərinə fikir ver. Belə şagirdlər, qısa lakonik şəkildə çalışdım ki, əsas nüansları sizə modal feillərdə bildirim. Xüsusilə bilin ki, hansılardan sonra to gəlir, hansılardan sonra to gəlmir, hansıların keçmiş zaman forması var, hansılar indiki ilə uzlaşır və xüsusilə tərcümə lazımdır. Dediyim kimi, əgər nəsə peşmanlıq bildirirsə, kaş mənasında deyə bilərsənsə, təbii ki də sən onu nə ilə yazmalısan? Have-lə, modal feil have plus verb 3 ilə yazmalısan. Belə, sonlandırıram izahı. Ümid edirəm ki, hər biriniz üçün faydalı oldu. Hər birinizə uğurlar arzulayıram. Mütləq şəkildə sürət qrupumdan bağlı məlumatlar paylaşacağam. Mütləq şəkildə onu izləməyi və dərslərimə qoşulmağı və yararlanmağı unutmayın. Hər birinizə uğurlar.